Bəli dostlar, bugün İşgüzar yeni sizi fərqli bir işlə qarşılayır. Bugün elə bir yükün altına girmişəm ki, heç özüm də bilmirəm necə çıxacağam. Bugün Ordubadda məşhur yeməklərdən biri olan soğan dolması, daha sonra isə qoz küftəsini Şahbaz ustamızla birlikdə hazırlayacağıq. Mən istərdim ki, ilk olaraq siz bu yeməklər haqqında qısa bir məlumat verəsiniz, danışasınız. Soğan dolması, bir də qoz küftəsi Ordubadın qadim yeməklərindən biridir. Bunlar hər zaman qonaq gələndə hazırlayırlar. Onları hazırlamaq üçün ləvazimatlar yığmışıq, hər şey lazım olur. Bunları birinci soğan dolmasını hazırlamaq üçün yağlı quzu ətindən istifadə edirik. Onun tərkibinə ləpə vururuq, düyü vururuq, sarı gül vururuq, qızıl gül vururuq, duzdur, istiotdur, yağdır əlavə edirik, hazırlayırıq. Bəli, biz uzun müddət tələb edən bir proses olduğu üçün bunları əvvəldən hazırlamışıq. İndi isə həmçinin bununla bərabər soğanları da əvvəldən qaynatmışıq. İndi isə bunu hazırlayırıq, daha sonra isə bişirməyə gedirik. Yaxşı, indi başlayaq bunu. Bunu birinci necə edirik? Bir dənəsini soğanı belə çıxardırıq. Belə çıxırıq, belə qoyuruq bura. Hamısını o şəkildə belə çıxarırıq. Həqiqətən biraz ehtiyatlı doldurmaq lazımdır, çünki biraz zərif işdir də. Bəli, zərif işdir, çünki yəni kimi bir balaca laqeyd yanaşanda dağılır. Dağılmasın deyə biraz ehtiyatlı olmaq lazımdır. Bəli dostlar, bacardığım qədərilə düzgün şəkildə yığmağa çalışdım və sərgəli yığmağa çalışdım məncə. İndi bunları qazana doldurub, düzgün şəkildə yığıb, sonra bişirməyə göndərəcəyik və ardınca da qoz küftəsini birlikdə hazırlayacağıq. Bunun pişməsi, hazırlanması üçün bunun üstünə sirkə, peskokaltırı, sirkə deyirlər. Tökülür üstünə, yağ əlavə edirik, sonra qoyuruq pişməyə. Deməli, sirkə, şəkər, sonra bir də nə dediniz, unutdum. Bir də yağ atırıq, içinə atırıq, elə göndəririk. Sarı güldə atırıq, sarı kökdə atırıq. Sarı güldə? Sarı kök. Sarı kök. Biz indi soğan dolmasını bişirməyə apardıq. İndi isə qayıtdıq qoz küftəsini hazırlamağa. Eynən onun kimi bu yeməyin də içərisini əvvəldən hazırlamışıq uzun müddət aparmasın deyə. Burada da deməli Şahbaz ustamızla birgə deməli bu yeməyin içərisində qoz, quyruq, soğan, noxud ləpəsi, yumurta, düyün, sarı gül, qızıl gül, nanə, istiot və duzdan istifadə etmişik və demək olar ki, hazırdır. Ölçüsü yaxşıdır. Fərqi yoxdur. Həmçinin burada hansının sizin, hansının mənim elədiyi çox bəlli olur desəm. Bəli, indi qoz küftələrimizi də artıq hazırladıq. İndi bunu da aparırıq bişməyə. Həm də bir də nəzər edək görək bizim soğan dolmaları bişib ya yox. Gedək. Bəli, artıq yeməklərimizin hər ikisi də hazırdır. İndi isə gəlirik əsas məqamı yeməklərin dadına baxmağa. Mükəmməl oldu, həqiqətən də dadını mən də çox bəyəndim. Əllərimizə sağlıq həqiqətən də. Bəli, İşgüzar bugün də bir işin şirin dilə desək dadına baxdı və düşünürəm ki, yemək bişirmək hər nə qədər bugün mənim üçün əyləncəli və maraqlı keçsə də, xüsusi diqqət və səbir tələb edən bir işdir. Növbəti dəfə isə tam fərqli bir peşə ilə qarşınızda olacağım. Sağ olun, hələlik.